İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi bağışlamamış bizi qəbr evinə aparma. İlahi izzətin xatirinə izzətimizi əlimizdən alma. İlahi bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bu məclisdə iştirak eləyənlərin qəlblərində nə hacətləri var, nə dərdləri var, hamısının dərdlərinə dərman elə. İlahi kimlər ki bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. İlahi bu gecə bütün əhya saxlayanların hamısının hacətlərini rəva elə. İlahi bu Ramazan ayını bizə axırıncı Ramazan ayı qərar vermə. İlahi bu ayda elədiyimiz naqis, naqabil əməlləri öz böyüklüyü və layiq şəkildə bizdən qəbul elə. İlahi izzətin xatirinə izzətimizi əlimizdən alma. Bütün xəstələrə, nəzərdə olan xəstələrə, dua istəyən xəstələrin hamısına şifaya acil mərhəmət elə. Ailəmizdən dünyasını dəyişənləri qəriq rəhmət elə. İlahi şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Şəhidlərimizin ruhun bizə duaçı qərar ver. İlahi qazilərimiz, əskərlərimizə, zabitlərimizə, yaralılarımıza şifaya acil mərhəmət elə. İlahi ordumuzun gücün, izzətin, qüdrətin günü-gündən artıq elə. Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca elə. İlahi bizi bu gecənin, Qədir gecəsinin feyzindən binəsib eləmə. Gələn günlərimizi, keçən günlərimizdən xeyirli elə. İlahi ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. İmam Zaman ağanın zuhurun tez elə. Haqqı Muhammedin və alih və bihaqqı surətil mübarəkətil Fatihət məs salavat.